Şəhla xanım, demək olar ki, İran prezidentinin Azərbaycana səfəri gözlənilir yox, artıq rəsmən təsdiqlənir. 120 nəfərlik bir nümayəndə heyəti ilə və bu nümayəndə heyətinin tərkibində İranın xüsusən tarixi Azərbaycan torpaqlarında yerləşən 4 ostanının rəhbərliyinin də bu nümayəndə heyətinin tərkibində olması artıq rəsmən təsdiq olunmuş məlumatlardır və belə bir mərhələdə sizin də qeyd elədiyiniz kimi İsrail tərəfindən, İsrailin siyasi hakimiyyətinin siması olan baş nazirin Azərbaycana səfərə gəlməsinin bir tərəfli qaydada elan olunması onu göstərir ki, bu həm də İran prezidentinin daha doğrusu Azərbaycana səfəri ilə də əlaqələndirilmək doğru düzgün olardı. Çünki sizin də şərhdə qeyd elədiyiniz kimi heç şübhəsiz ki, Azərbaycan və İsrail ali rəhbərlik səviyyəsində növbəti görüşdə təkcə iki tərəfli və regional məsələlər deyil, eyni zamanda Azərbaycanın İsraillə regionun iki vacib aktörü olan qardaş Türkiyə Cumhuriyyəti ilə cənub qonşumuz olan İran arasında münasibətlərlə də bağlı hər tərəfli fikir mübadiləsinin edilməsi gözləniləndir. Yəqin ki, bu 2016-cı il görüşündə də ondan əvvəlki və sonraki digər iki tərəfli görüşlərdə də müzakirə olunan məsələdir. Çünki hər iki ölkə, hər iki dövlət üçün vacib regional ölkədir. Azərbaycan üçün Türkiyə strateji müttəfiq, İran isə yenə qeyd edirəm ki, cənub qonşumuz və İran prezidenti Pezeşkiyanın qeyd elədiyi kimi bir bədənin iki hissəsi kimi bizim tərəfimizdən də qəbul olunan bir dövlətdir. Minillik tariximiz var. Bugün İran adlanan dövlətin siyasi xəritəsi Azərbaycan tarixi imperiyalarının yaratmış olduğu bir siyasi xəritədir. Ona görə də bu ölkədə baş verən hadisələr, xüsusilə də bu ölkəyə qarşı yürüdülən siyasət də orada yaşayan 40 milyonluq soydaşımız açısından bizim üçün də çox önəmli və diqqətdə saxlanılan bir məsələdir.